Salam, bu gün dadı möhtəşəm olan kokoslu paxlava hazırlayıram. Mən un olaraq doymaq unundan istifadə etdim. 1 kiloqram un, 2 ədəd yumurta, 170 qram simitan, 250 qram yağ, 1 çay qaşığı vanil, yarım çay qaşığı maya və 1 stəkan süddən istifadə etdim. Xəmirimizi yoğurduqdan sonra mayalanmağa qoydum. Daha sonra içliyini hazırladım. 4 stəkan kokos, 2 stəkan şəkər tozu və 2 çay qaşığı vanildən istifadə etdim. Siz daha yumşaq olmağını istəyirsinizsə, şərbətini biraz artıq edin. Mən 3 stəkan şəkər tozu və 2 stəkan sudan istifadə etdim. Qaynara düşdükdən sonra da götürdüm. Daha sonra isə xəmirimizdən 2 böyük, 6 kiçik gündələr əldə etdim. Yuxalarımızı açıb bu şəkildə içinə kokoslarımızı da əlavə etdikdən sonra, bitirdikdən sonra kürdan vasitəsilə havasını çıxardıb, soyuducu da gözlətdim. Üzəri biraz bərkidikdən sonra xatkeş vasitəsilə izlər qoyub, sonra isə dərindən kəsməyə başladım. Və üzərinə boya əlavə etdikdən sonra 1 saat bişirməyə sobaya qoydum. Birinci 150 dərəcədə, ikinci 170 dərəcədə bişirdim. Hazır olduqdan sonra isə şərbətini əlavə edib soyumasını gözlədim. Soyuduqdan sonra isə servis etdim. Nuş olsun.